Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə mərkəzdə əsas yoldan 200 metr məsafədə 160 nömrəli avtobusdan düşdünüz 200 metr. Məhəlləsində asfalt dostlar, 2 mərtəbəli 4 otaqlı ev. Paket qubçalıdır dostlar. 2.6, yəni 3 sota yaxın, 2 sot yarımdan yuxarı. Sizin üçün 2 mərtəbəli 4 otaqlı evin çəkilişinə gəlmişik. Evimizin bu yan tərəfində də yeri var. Qəşəng geniş həyəti axtaranlar, ev axtaranlar. Dostlar, paket qubçalıdır, ipoteka yararlıdır. Burada bizim üzüm ağacımız da var. Evimizin 4 tərəfi də zaborda deyil, değerli dostlarımız. Evimiz çox təcili çıxıbdır satışa. Əlim yandıdadır. Qazı, işığı, suyu daimdir dostlar. Evimizin bu tərəfdən də ön görünüşünü sizin üçün göstərim. Çok qəşəng evdir, səliqəli evdir. Keçən indi evin özüyle tanış edeyim. Girişdə belə bir koridorumuz. İstipoldu değerli dostlar. Burada sol tərəfdə bizim mətbəximizdir. Mətbəximiz də qəşəng genişdir. Şəbəkə pəncərədir, televizor kabini kimi hər bir şey qoyulubdur. Bu hissədə bizim qonaq otağımızdır değerli dostlarımız. Değerli dostlar, evimizin remontu da çok doğrudan da güzeldir. Işıkları yandıraq. İstipollu şəbəkə pəncərə. Ve bu hissədə bizim sanuz evimizdir. Değerli dostlar. Burada böyle bir şey de var ki 4000 ev gəz tərəfindən mebel hediye olunur, ama mebeli siz özünüz seçeceksiniz. Bu da kombimizin yeridir. Stipolu sistemimiz adı. Qalxalım ikinci mərtəbəyə. Bir nə iki nüansı paneli dostlar, betonlu. Burada da bizim böyle bir koridorumuzdur. Bu bizim bir otağımız. Yatağı otağı yukarı mertebede. Bu bizim ikinci yatağı otağımızdır. Bu da bizim üçüncü yatağı otağıdır. Ve buradan da kesilip balkona. Balkonu da geçecekti değerli dostlar. Geniştir. Evimizin kıymeti 145 bin manata deyilir. İnşallah gəldiğinizdə yenə də real alıcıyla danışıb razılaşma olur. Allah Allah'ını satanda xeyir versin. Bu da yuxarıdakı bizim sanuz evimizdir. Sağ olun dostlar.